Salam millət. Əməliyyat aldıqdan sonra etməli olduğumuz ən əsas məqamı sizə indi izah edəcəm ətraflı şəkildə. Deməli, etməli olduğumuz ən əsas məqamlardan biri dərhal bunu biz trade jurnalımıza qeyd etməliyik. Bundan əvvəlki dərslərimizdə, psixoloji dərslərin birincisində, ikincisində, üçüncüsündə sizə trade jurnal da hədiyyə eləmişdim. Orada ətraflı şəkildə izah etmişəm. Və indi sizə yəni bir əməliyyat bitdikdən sonra, proses bitdikdən sonra nə etməlisiniz onu göstərəcəm. Və orada danışdığımız ən əsas məqamlardan biri nə idi, millət? Sənin ə, gün ərzində limitli sayda əməliyyatların var, əməliyyat alma şansın var və əməliyyat şansını düzgün şəkildə dəyərləndirməlisən. Və mən gün ərzində onsuz da bir əməliyyat beynimdə planlı idi bu şəkildə və həftənin ilk əməliyyatını da aldıq və o da şükür Allah ki, take profitlə nəticələndi. İndi etməli olduğumuz nədir? Onu sizə göstərəcəm. Deməli, etməli olduğumuz birinci situasiya biz buradakı linki kayd edirik. Baxın, burada olan linki kayd edirik. Və bundan sonra indi göstərəcəyim yerə keçəcəyik. Bura daxil olduqdan sonra etməli olduğumuz ən əsas situasiya var. Yəni, o da nədir? Sizə verdiyim trade jurnalını tam sıfırdan hazırlamaq. İndi mən burada bircə saniyə. Okey, daxil oluruq trade jurnalına. Haradaydı? Burada. Daxil oluruq bura. Deməli, millət, trade jurnalına daxil olduqdan sonra burada etməli olduğunuz ən əsas məqam yeni trade bölməsinə daxil oluruq. Bura linki əlavə edirik öncədən. Və gəlirik bura. Tarix bugünkü tarixdir. Bəli. Harda əməliyyat almışıq? Nasdaq-da əməliyyat almışıq. Biasımız, yəni ön yargımız short idi. Düşüş istiqamətində. Əməliyyat necə əməliyyat idi? Mənə görə A plus əməliyyat idi. Daha doğrusu A plus əməliyyat deyildi, standart əməliyyat idi. A plus deyildi. Bunu düzgün şəkildə qeyd edirik burada. Sonra hansı fon hesabında alınır? Məndə burada Lucid də var idi, MyFunded Futures da var idi. Ona görə elə burada bu qalsın. Net karımız nə qədər idi? Bu əməliyyatda bizim net karımız oldu 1100 dollar. 1100 dollar. Neçə ar aldıq? 3 ar aldıq. Əməliyyata girməmişdən öncə psixoloji durumumuz necə idi? Məndə açığı həm sakit idi, həm də bu əməliyyat güvənli əməliyyat idi. Yəni açığı sakit idim, çox güvənlim idi. Yəni A+ setupım deyildi. Amma yəni bildiyim əməliyyat idi, güvəndiyim əməliyyat idi və sakit idim. Əməliyyatdan sonra necə istirahət etdim? Qane edici. Burada qane edici şəkildə sonra ki, yəni bir problem yaşamadım. Əsəbi deyildim və yaxud da mükəmməl mənə görə deyildi. Mükəmməl olmama səbəbini indi burada qeyd edəcəm. Burada sizə görə bu sizin noşunuzdur. Məndə burada fərqlidir biraz. Burada deyirəm ki, hansı setupda əməliyyat almışam. Orada artıq bir tıkla daxil edirəm. Burada deyirəm ki, setupımızı yazacağam. Və burada əlavə qeydlərim var. Misal üçün, əlavə qeydlərim burada iki qeydim var ən əsası. Birinci olaraq giriş daha düzgün ola bilərdi. Daha ideal formada ola bilərdi. Ola bilərdi. Bəs necə? Daha kiçik zaman dilimlərinə keçid edərək. Bu şəkildə. Ekstra əlavəm nədir? Əsas əlavəm, yəni bugün mənə görə bu əməliyyatda gördüyüm yanlış, bu əməliyyatdan nə nəticə çıxartdım? Əsasən o. Əməliyyat sürətli baş verdiyi üçün, 9:30-da baş verdiyi üçün, plus da keçən həftə market dümdüz düşdüyü üçün, ə, yəni uzun bir biasım yox idi. Ona görə 3 ar standart aldım. Ona görə burada etdiyim yanlış nə idi? Əməliyyatı sonacan saxlamadım. İşləmi sonacan saxlamamaq. Saxlasaydım TP olacaqdı. Biasım düz idi. Yəni bunu da sizə göstərdim millət. Baxın. Yəni market mən onsuz da hədəfim, yəni bura qədər saxlaya da bilərdim. Bura qədər saxlasaydım tam ideal olardı və baxdıqda take profit verəcəkdi break-in olmadan. Take profit olmuş olacaqdı. Yəni bu əməliyyatda gördüyüm yanlış 2 idi. Bir, əməliyyatda sonradan saxlamadım. Mən almalıydım deməli 3.2 ar, aldım 3 ar. Etdiyim yanlış əsasən buydu. Və onu qeyd etdim bura. İndi burada biraz daha detallı şəkildə qeyd edəcəm. Öz trade jurnalıma işlədikdə. Burada deməli, başqa bir şey qaldımı? Yox. Bütün hər bir şey tamamladım və bunu əlavə etdim trade jurnalıma. Burada mənim ümumi net karımı göstərir, win rate-imi göstərir, aldığım əməliyyat sayını, arar sistemi ortalamasını göstərir. Sonra burada bu şəkildə göstərir. Tradelər bölməsi burada.
Haçan istəsəm baxa bilərəm. Təqvimdə də görünür ki, həftənin birinci günü və 1100 dollar profitindən başladıq. Dediyim kimi 1 plus əməliyyat, yəni daha doğrusu bir əməliyyat və onu da take profitlə nəticələndirməkdir əsas. Yəni birinci əməliyyat çalışın, ümumiyyətlə bütün əməliyyatlarınız take profit olmasına çalışın. Təbii ki, bu birinci əməliyyat mövzusunu niyə açıram? Çünki birinci əməliyyatı nə qədər çox fokuslansanız, o qədər səhv eləməkdən qaçarsınız. Yəni deyərəm ki, hər hansı bir əməliyyata daxil olacaqsınız normalda, amma birinci əməliyyat psixologiyasına keçsəz ki, take profit olmaq məcburiyyətidir. Bəzi situasiyalara ötürəcəksiniz. Bəzən həqiqətən peşman olacaqsınız ötürdüyünüzə, çünki əməliyyat gedib take profit olmuş olacaq. Amma peşman olmayın, çünki orada ötürdüyünüzün, yəni keçən dəfə trade jurnalına əlavə etməli olduğumuz söz var idi. Bu əməliyyata mən daxil olsam, stop olsa, hər hansı bir peşmançılıq yaşayaramı? Əgər o peşmançılıq nüanslarından bir dənə belə bir şey gəlib sağlığınıza, əməliyyata daxil olmamısınızsa, deməli o əməliyyata daxil olmamağınız daha yaxşıdır. Daha ideal pozisiyanı gözləmək lazımdır. Həmin gün olmasa da olar, sabahki gün əməliyyat olsa da olar. Problem deyil, amma yanlış əməliyyata daxil olmaq, yəni çalışın ondan qaçın. Yəni əməliyyat almaq üçün əməliyyat almayın. Bu qədər millət. Düşünürəm ki, həm video dərs 1, dərs 2, dərs 3-də sizə trade jurnalı hədiyyə eləmişdim. Yeni baxanlar bu videoya, millət trade jurnalını mən pulsuz şəkildə Telegram kanalımızda paylaşmışıq depo bölməsində. Oradan gəlib rahatlıqla əldə edə bilərsiniz. Kiçik bir nüans var, millət. Android sistemində, Windows sistemində rahat işləyir, yəni telefonlarda da. Sadəcə Apple-larda görürəm ki, açılmır, kod şəklində açılır. Bunun həll yolunu bilən varsa götürüb düzəltsə nə gözəl. Bu şəkildə. Sağ olun millət hər biriniz. Allah amanında.